Salam, hörmətli tələbələr və riyaziyyat tələbələri. Mən İlfət müəllim Şəxəliyev. Bu günlərdə növbəti bir video ilə qarşınızdayım. Sizlər üçün part 14 videosunu çəkirəm və başlayaq biz suallarımıza. Birinci sualı belə oxuyum ki, deyilir ki, 2 bərabər tərəfli üçbucağın tərəflər nisbəti 7 olarsa, tərəflər nisbəti, yəni A1-in A2-yə nisbəti 7 olarsa, deyir, perimetrlər nisbətini tap. Uşaqlar, siz bilirsiniz ki, oxşar fiqurlarda tərəflər nisbəti, perimetrlər nisbəti, tənbələnlər nisbəti, medianlar nisbəti hər bir nədir? Sabitdir. Yəni, onda bunun perimetrlər nisbəti nəyə bərabər olacaq? 7-yə bərabər olacaq. Sahələr nisbəti desəydi, 7-nin kvadratı 49 olardı. Həcmlər nisbəti desəydi, məsələn, təbii ki, burada fəza fiquru verəcəkdi. Onda sən artıq kubunu tapacaqdın. Növbəti bir suala baxaq. Xəmir bişirildikdə öz çəkisinin 40%-ni itirir. 500 kiloqram xəmirə nə qədər çörək almaq olar? Xəmir bişirəndə 40%-ni itirirsə, demək 500 kilo xəmirin 40%-ni tapaq görək nə qədər itirəcək. Bölək 100-ə. Alırıq nə qədər? Alırıq 200. Deməli 200 itirdi. 200 itirdisə 500-dən 200-ə çıxana nə alıram mən? Alıram 300. Deməli 300 kiloqram nə olur? Xəmir qalmış olur uşaqlar. Xəmir qalmış olur. Baxıram indi növbəti bir suala. Bu sualda bizə deyir ki, qəşəng bir sualdır. Deyir 462 dərəcəli bucaq koordinat sistemində harda yerləşir? Deməli uşaqlar 462 dərəcəli bucağın harda yerləşdiyini tapmaq üçün nə edirik bunu? 300-ə bölürük, 360-a bölürük. Bir dəfə tam düşür 360-ı, dövrələdi. Qalıq düşdü 102. Deməli, bu koordinat müstəvisində bir dəfə tam eləyib gəlir, 102 dərəcə qalxır. 102 də hara düşür? Bura düşür. Yəni, bu da neçənci rübdə? 1, 2-ci rüb. Hara düşəcək? 2-ci rübə düşəcək. Qəşəng sual idi bu da. Bunu da yazmaq olar imtihanda bizim qabağımıza çıxsa. Rahat suallardan biridir. Bundan sonra baxırıq nəyə? Bundan sonra baxırıq belə bir dənə suala. Bizə deyir ki, buradan müstəvidən 4 cm məsafədə yerləşən, baxaq, müstəvidən 4 cm məsafədə yerləşən nöqtədən müstəviyə bir mail çəkilir. Bu məsafə 4 cm-dir. Deyir, mail ilə müstəvi arasında 30 dərəcə olarsa, mənə deyir ki, mailin uzunluğunu tap. Uşaqlar, bu çox qəşəng sualdır. 30 dərəcədirsə, biz böyle bu perpendikulär düşəcək. Və burada nə alınır? Düz bucaqlı üç bucaq alınır. Düz bucaqlı üç bucağın hipotenuzu nəyə bərabər? Düz bucaqlı üç bucaqdır. 30 dərəcə bucaq qarşısına şikayət etmədə hipotenuzun yarısıdır da. Demək, BC nə qədər olacaq? 4 vur 2, yəni 8 olacaq. Çox əla suallardan biridir. Yəni, imtihanda düşsə yazılası suallardan biridir. Sonra nə var burada? Sonra burada deyir ki, nə deyir? Baxaq, burada suallar uşaqlar bir dəqiqə. Deməli, bizə deyir ki, yazın burada 5-ci sualda. Deməli, deyir 2A plus B bərabərdir nəyə? 5-ə. Deyir, A çıx B bərabərdir 4 olarsa A ədədini tap. Belə verib, deyir ki, bu formada olarsa, deyir, A ədədini tap. Uşaqlar, bunun üçün eynidir, biz tərəf-tərəfə toplayırıq. 2 ilə A toplasam alıram 3-ə. Bu mənə verir 0, bu da mənə verir 9. Onda 3-ə bərabər olur 9-a. Onda A nəyə bərabərdir uşaqlar? A bərabərdir 6-ya. Bu da rahat sual oldu. Uşaqlar, biz bu sualları əvvəlki illərdə 11-ci sinif buraxılış imtahana düşən suallar əsasında testlərdən əldə edirik. Onları sizlər üçün yenidən izah edirik və hazırda mən testi çıxarsaydım, testi burada qoyub testin üstündə yazardım, amma əfsus ki, çıxarda bilməmişəm müəyyən səbəblərdən və telefondan oxuyuram səs şəkli sizlər üçün və sonra izahatını yazıram. Sizlər üçün çalışırıq ki, faydalı olaq. Əgər video xoşunuza gəldisə, bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.